Turşulu vişnəli quzu maçasını necə hazırladım? Gəlin sizə ondan danışım. Yumşaq, şirəli, çox ləzzətli olur. Maçaları ədvalladım, kərə yağı əlavə edib yağlı kağıza büküb sobaya bişməyə göndərdim. Üzərinə bir acı da su əlavə etdim. Xüsusilə ətrini hiss etmək istədiyim yeməklərdə Yeni Zelandiya istehsalı olan Veskol kərə yağından istifadə edirəm. Bu yağ il boyu yaşıl otlarla bəslənən inəklərin südündən əldə olunur. Bu arada kartofları alüminium kağıza büküb sobada tam yumşalana qədər bişirdim. Ət 2 saat bişib yumşaldıqdan sonra üzərinə vişnə əlavə etdim və qarışıq vişnə zoğal turşusu çəkib yenidən sobada qızarınca bişirdim. Yumşaq bişmiş kartofları 2 yerə bölüb duzlayıb kərə yağı əlavə edib çəngəllə əzib püre hazırladım. Kərə yağının təmiz və keyfiyyətli olmağı pürenin dadına birbaşa təsir edir. Qıpqırmızı qızarmış ətləri sümüyündən ayırıb hazırladığım kartofun üzərində təqdim etdim. Hələ bu yaranan vişnəli, turşulu, kərə yağlı sousun dadını təsəvvür edə bilirsiniz. O qədər ləzzətli olur ki, dadına baxan hər kəs çox bəyəndi. Hazırlayan hər kəsə nuş olsun.